Bütün ermənilərin katolikosu qara günə qalmış 2-ci Qaragün mənim haqqımda yazıb ki, Ermənistanın baş naziri başında dəmir. Dəmir deyəndə çox güman İlham Əliyevin dəmir yumruğunu belə nəzərdə tutur. Bu Qaragün çox təhlükəli adamdır. Bu Qaragün güya ağıllıdır da, mənə məsləhət verir ki, bəs qonşuda qırğındır, müharibələr, ora-bura sən bir reaksiya vermişsən, istəyir Tırqaliyə mən verir bədvana. Onsuz da bu qonşudan gələn tappa-tupun əlindən gecələr yatamıram. Yazıb ki, müharibəyə münasibət bildirmirsən. Siz özünüz də bilirsiniz ki, mən belə ağır söhbətlərə də girişmirəm də. Hələ Qarageli qoyuram qırağa, keçirəm Makrona. O günü mənə yığıb deyir ki, qorxub eləmə, sənin dalında mənim kimi adam var. Həftədə 3 dəfə arvad tərəfindən döyülür, durub mənə şey örgəlir. Keçirəm deputat Xurmanış xanımın məsələsinə, gəlsin çıxış eləsin. Hə, bəbəyək özü öldürürdün. Hə, sizə öz şəxsi məsələndir. İndi gəlib kitabı qoyacam təfan. Я имею, говорю Путину, ты можешь между Иран, Израиль, война остановить? Вы знаете, а он мне говорит, если я этого могу сделать, то я остановить свою войну. Потом он меня дал отбой. Он мне сообщение писал. Что писал меня, не хочу здесь говорят, очень плохо слово. Два слова было, первое слово «иди», а второе слово очень плохо «иди». А мне нужно сказать, это тебе lazım idi. Yox, üz vurmayın, bunu da deyənmərəm. Yox, hanıya göstərdim, tərcümələdi, dedi, o da deyir ki, gedişinlə məşğul ol da, boş bekar adamsan. Belə bir söz olubdu. Başqa nə ola bilər ki?